dostlar, hər vaxtınız xeyir olsun. Deməli, biz avtosalonun görünə vəziyyətdə ki, bezib istirahətə dostlarımızın yanında qaçırıq da. Çok baş şifri, hər gün nervi, hər gün problem. Bu günləri mart ayının 10'u. 10 mart. Deməli, dünənləri maşın satırıq, bu günləri zəng geçir qardaş, maşın qaytarır. Niyə? Xoşuma gəlmir. Xoşa gəlməməyə maşın qaytarırlar. Bax, bu hekayətdə salon. De görün indi, xoşa gəlib gəlməməklə alverə baxarını, bunun arendasını, bunun əmrini, rastolunu fikirləşən yoxdur. Orada deyir ki, qəpiylə qəpik qaytar. Nəysə, hər gün bax belə problemlərə görə baş götürüb gedirik, inşallah bir həftədən sonra görüşərik. Gedir istirahətə. Gedək istirahətə gözəl qardaşlarım. İndi Allah qoysa yaxın ki, bir həftədən sonra görüşərik. Maşınımız da satacaq burada. Maşınımız da qalır burada. Yenə ya Allah. Alo. Salam. Hansıdır? Nəylə bağlı? Bax, incələk danışırdı, mikrofondadır. Bax, gözəl dostlar. Genə yığıqlar, maşın gətirir, salona qaytarır. Bax, gözəl qardaşım, elə çəkiliş vaxtı zəng edirik. Problemi nədir, niyə qaytarırız? Ay gözəl qardaşım, problem nə? Bax, başa gəldir, incələk sizdən danışırdıq ki, bu maşının problemi yoxdur adam, alanda yoxlanırsansa da, baxırsansa da, uşaq deyilsən, ağılın kəsi, uşağı 20 min, 15 min pul vermirlər ki, ala qoy cimmək ki, okulu uşaq itirər. Deməli, sən düşüncəli adamsan, sənin axılın işləyir ki, okulu verirlərsə, indi gətirib... Bax, əziz dostlarım, belə şeylər bir evindir, başa düşünür. Evin atası deyir ki, uşaqdır, uşağın maşınını satırlar. Bax, belə şeylərə görə, sizi kimlərlə görə bilər? Ona görə də bu alveri tərcihidir. Bax, sizi kimlərlə görə, rad dediğini bu alveri. Get nə bilirsən onu deyirəm, öpürəm. Bax, belələrlə görə biz alveri tərcihidik. Öpürəm sizləri. Belə alver olur.